Ölkəmizdə pensiya yaşı 65-ə qaldırılıb. Milli Məclis əmək pensiyaları haqqında qanunu 98 adda dəyişikliyi qəbul edib. Milli Məclis pensiyaçıların pensiya haqlarının artırılması, sığorta prinsiplərinə əsaslanmayan xərclərin minimum səviyyə endirməklə maliyyələşdirilməsi, mənbələrin optimallaşdırılması, pensiya təyinatı şərtlərinin hər bir şəxs üzrə ödənilən sığorta haqqında məbləğinə uyğunlaşdırılması məqsədi ilə əmək pensiyaları haqqında qanunun 22 maddəsində 98 adda dəyişikliklər etdi. Kəmiyyət və keyfiyyət baxımından vacib sayılan dəyişikliyə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi dəyişdirilir. Mövcud qanunda kişilər və qadınlar ən azı 12 sığorta stajı olduqda yaşa görə pensiya hüququ əldə edirdilərsə, dəyişikliklə bu müddət aradan götürülür. Qeyd olunur ki, 63 yaşına çatmış kişilər və 60 yaşına çatmış qadınlar fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajına asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə 25 il stajı olduqda yaşa görə əmək pensiyası hüququ əldə edəcək. Əvvəllərdə biz 12 il iş stajı olanda, yaşı çatanda əmək pensiyasını biz bu adama müəyyənləşdirirdik. İndi isə bu iş stajı məsələsi gündəmdən götürülür. Burada demək, indiki vəziyyətdə bizim baza hissəsi var pensiyanın 110 manat. Həmin o 110 manatı minimum məbləğ kimi hesab edirik ki, əgər əməkçi sosial müdafiə fonduna müəyyən müddətdə, haradasa 16 min civarında, 17 min civarında vəsait köçürdürsə minimum olaraq. Bunun demək 144 aya, yəni 12 ilə bölünəndə 110 manat edir və bu 110 manat da minimum məbləğ hesab olunur və bu məbləği yığan adamların pensiya almaq hüququ müəyyənləşdirilir. Hazırda Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 37% dövlət büdcəsinin hesabına formalaşır. Dəyişikliyin məqsədi pensiya haqlarının sığorta haqları hesabına ödənməsidir. Digər tərəfdən, əgər indiyədək pensiyaların sığorta hissəsi indeksləşirdisə, dəyişiklikdən sonra bu məbləğ bütövlükdə indeksləşəcək ki, bu da pensiya haqlarının artımı ilə nəticələnəcək. Dəyişikliyə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsinə qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı qərarına əsasən indeksləşdiriləcək. Dəyişikliyə əsasən kişilər və qadınlar üçün tətbiq olunan pensiya yaşı 65-ə qaldırılır. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Belə ki, kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-nədək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-nədək hər il 6 ay artırılacaq. Dəyişikliklərə uyğun olaraq pensiya yaşının hər il 6 ay artırılaraq kişilər üzrə 4 il ərzində mövcud 63 yaşdan 65 yaşa, qadınlar üzrə isə 10 il ərzində mövcud 60 yaşdan 65 yaşa çatdırılması nəzərdə tutulur. Pensiyada olma müddəti demoqrafik yaşlanma tendensiyası səbəbindən daim artmaqda davam etsə də, bu islahat tədbiri pensiya yaşının yalnız 2016-cı ilədək pensiyada olma müddətinin uyğunlaşdırılmasını nəzərdə tuturur. Qanun layihəsindəki yeniliklərdən biri imtiyazlar, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərlə bağlıdır. Bundan başqa, 50-yə görə əmək pensiyasının təyin edilməsi şərtləri, 50-yə görə ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği, qulluq stajına görə əmək pensiyasına əlavələr üzrə dəyişikliklər tətbiq olunur. Dəyişikliklər səsvermə ilə qəbul olundu. Südabə Cahangirli xəbərlər.